Salam dostlar, mən bugün sizə saitlər, samitlər və heca haqqında məlumat verəcəm. Saitlər 9 hərfdən ibarətdir. A, I, O, U, E, Ə, I, Ö, Ü. Onun 6 dənə növü vardır. Qalınlar A, I, O, U, incə E, Ə, I, Ö, Ü, açıq A, E, Ə, O, Ö, qapalı I, I, U, Ü, dodaqlanan O, Ö, U, Ü, dodaqlanmayanlar A, E, Ə, I, I. İndi isə samitlərə keçək. Samitlər 23 hərfdən ibarətdir. Onun çar və cincilti olaraq 2 növü ayrılırdır. Çarlar küydən əmələ gəlirdir. Cinciltilər isə küy və avazdan ibarətdir. Çarlar yadda saxlamaq üçün xoç, fıstıqlı və şahab sözlərindən saitlərə çıxdığımız zaman qalan hərflər çardır. Cinciltili hərflərdən isə bunu yadda saxlamaq üçün qağayı, bacada, geyicvazda, limon yeridir. Bu sözlərdən saitləri çıxdığımız zaman yerdə qalan hərflər cinciltilidir. İndi isə hecaya keçək. Heca. Heca sözün asanlıqla bölünə bilən hissəsinə heca deyilirdir. Məsələn, kitab, kitap, qələm, qələm. Qeyd edən ki, sözdə nə qədər sait hərf vardır, o qədər də heca vardır. Hecanın 2 növü ayrılırdır. Açıq hecalarına, qapalı hecalara. Açıq hecalar sonu saitlə bitən hecalara deyilirdir. Məsələn, bala. Qapalı hecalar sonu samitlə bitən hecalara deyilirdir. Məsələn, dəftər kimi sözlər. Kanala abunə olub like atmağı da unutmayın.